Almaniyada hazırki Xarici İşlər Naziri Annalena Baerbockun BMT Baş Assambleyasının sədri vəzifəsinə namizədliyi qalmaqalı yaradıb. Ölkədə hesab edirlər ki, Baerbockun bu vəzifəyə təyin olması Berlin üçün Təşkilatın Təhlükəsizlik Şurasında yer əldə etmək imkanının itirilməsi ilə nəticələnə bilər. Ətraflı məlumatı isə Berlindən bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədova çatdıracaq. Günay, buyurun, eşidirik sizi. Annalena Baerbockun BMT Baş Assambleyasının rəhbərliyinə namizədliyi Almaniya siyasətinə niyə gülgə salır? Nasis nəvəsi Birləşmiş Millətlər Təşkilatında necə isti bir kürsü tuta bilər və bu Almaniyada onun hüdudlarından kənarda niyə bu qədər gözlənilməz oldu? Deməli, Yaşıllar Partiyasının nümayəndəsi Annalena Baerbock dəfələrlə Almaniya üçün bu qeyri-sabit dövrlərdə Xarici İşlər Naziri vəzifəsini saxlamaq istədiyini söyləmişdi, lakin seçici fərqli qərar verdi. Baerbockun Xarici İşlər Nazirliyinin rəhbəri kimi qalmaq arzusu gerçəkləşmədi və o vəzifəsiz qaldı. Qeyd edeyim ki, Baerbock etiraf eləmişdi ki, bu intensiv illər onun şəxsi həyatına da baha başa gəlib və doğrudan da keçən ilin noyabrında PR meneceri olan həyat yoldaşından 17 illik evlilikdən sonra boşandıqları məlum oldu. Və qeyd edilənləri nəzərə alaraq Almaniya hökumətinin 2025-2026-cı illər üçün Baerbockun BMT Baş Assambleyasının rəhbəri vəzifəsinə namizədliyini irəli sürməsi bir çoxları üçün az qala şok effekti yaratdı. Və bu qərar başqa səbəbdən də qəfil idi. Çünki Almaniya hələ 2023-cü ilin iyul ayında bu vəzifəyə başqa bir namizəd 64 yaşlı Helga Schmid'i təklif eləmişdi. Qeyd edeyim ki, o Almaniyada ən təcrübəli diplomat hesab olunurdu. Və onda deyim ki, Baerbockun rəhbərliyi dövründə Almaniya xarici siyasət sayəsində demək olar ki, heç bir nailiyyət əldə etmədi. Yaxın Şərqdə Almaniya ilə ciddi hesablaşmırlar, baxmayaraq ki, Baerbock bu regiona dəfələrlə səfər edib. Ukrayna məsələsində isə Berlin könüllü şəkildə vasitəçilikdən imtina edib. Beləliklə, əgər Baerbock BMT Baş Assambleyasının sədri olsa, iclaslara rəhbərlik etməli olacaq və bu vəzifə isə yüksək dərəcədə siyasi neytrallıq tələb edir. Lakin məhz Baerbock bugün Almaniya siyasətində bəlkə də ən çox qütbləşdirən fiqurdur. Yerli ekspertlərə görə nasis babası və qələbənin 80 illiyi kontekstində Baerbockun BMT Baş Assambleyasının rəhbərliyinə namizəd kimi görünməsi qəribə olacaq və qeyd edeyim ki, bəzi məlumatlara görə artıq sentyabr ayında Annalena Baerbock Nyu-Yorkda BMT Baş Assambleyasının sədri postunu tutmalıdır və onun səlahiyyət müddəti 1 il təşkil edəcək. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günaya. Baerbockun ətrafında baş verən qalmaqalları bizə şərh etdi. Berlindən bir